Değerli izleyicilerin her birinizi salamlayıram. Hal-hazırda mağazamızda Mimo Ortopedik Mağazalar şəbəkəsinin mütəxəssisi Elçin Bəy var. Ona bir neçə sualım var ortopedik ayaqqabılar haqqında. Elçin Bəy, salam. Ortopedik ayaqqabı hansı ayaqlar üçündür? Ortopedik ayaqqabı necə təyin edilməlidir? Ortopedik ayaqqabı ilk öncə necə seçilməlidir? Ortopedik ayaqqabı öncə valideynlər buna diqqət etməlidirlər ki, ortopedik ayaqqabı məsəl üçün gedirlər həkimə, həkim yazır ki, uşaq ortopedik ayaqqabı giyinməlidir. Ortopedik ayaqqabı küçük mağazalarda axtarırlar. Birinci, hər bir ayaqqabı ortopedik yazılan bir ayaqqabılar ortopedik deyil. Buna nəzər etməlidirlər ki, diqqətli olmalıdırlar ki, ortopedik tək yazı ilə deyil və tək içindəki belə bir supinator var içində. Baxın, belə bir supinator var. Hər kəs buna baxır, elə bilir ki, bu varsa ortopedikdir. Yox, bundan götürülmür. Birinci, harda almaqlarına diqqət etməlidirlər. İkinci, ortopedik ayaqqabının doğru düzgün olmasına diqqət etməlidirlər. Çünki hər bir ayaqqabı ortopedik sözü yazılırsa, bu deməkdir ki, bu ortopedik ayaqqabı. Görürsünüz? Yəni bu ortopedik, hər bir valideynlər ümumiyyətlə çoxsu bu supinatora baxır. Belə bir supinatora. Ki bu varsa ortopedik. Belə deyim, məsəl üçün bizdə bir ayaqqabı var. Bu təbii dəridir, gözəl bir markadır. Türkiyənin tanınmış brendi təbii dəridəndir. Tutubi markasının içində supinatoru var. Görürsünüz? Arxa sərtliyi də var. Amma bu tam müalicəvi olaraq daşınır, ortopedik deyil. Gözəl bir ayaqqabıdır, rahatdır, komfortlu bir ayaqqabıdır, amma müalicəvi olaraq deyil. Amma yəni bu supinator varsa, o demək deyil ki, bu ortopedik deyil. Ortopedik ayaqqabıların özəllikləri. Birinci, tanındıqları markanın tanınması, yəni deyərkən belə ortopedik olması, səhiyyə tərəfindən təsdiqlənməsidir. Ayaqqabıların çinin supinatorudur, arxasının sərtliyidir, birinci növbədə bunlar olmalıdır. Altlarının tonus topuq olmasıdır ki, tonus topuq, belə deyim, buna gələcəm bu şeyləri danışanda, sizə açıqlama verəcəm bunları geniş şəkildə. Amma ilk öncə bir şeyi də xatırladım ki, valideynlər ayaqqabını alarkən birinci bunlara diqqət etməlidir. İkinci, uşaqların ayağının müayinəsindən keçirməlidir. Yəni, bunun üçün podoskop cihaz var. Məsəl üçün, bizim mağazada podoskop cihaz var. Biz 25 ildir o cihaz bizdə var. Məsəl üçün, mən onu Azərbaycanda biz o cihazı gətirdiyimiz zaman podoskop aparat Azərbaycanda yox. İlk Azərbaycanda bizdə olub bu aparat. Yəni, bu aparatı biz Azərbaycandan gətirəndə 25 yıl, daha da sonra 26-27 ildə yəni belə deyim. Cihaz düz aparatı yoxlanış vardı. Hətta mənim yadımdadır, ona ANS televiziyası gəlib bizi çəkiliş eləmiş ki, Azərbaycana belə bir cihaz gəlibdir. Ayaqların altının düzlüyünüdür, valgus deformasiyasıdır, əyri pəncəlik olmasıdır, yastı pəncəliyin hansı dərəcədə olmasıdır. Valideynlər bunu bilməlidir. Yəni, demək istədim, bu cihazla birinci yoxlanılmalıdır. Uşaqların ayağının altında neçənci dərəcədə var, burada göstərir. Görürsünüz, neçənci dərəcədə. Normal şəkil var, birinci dərəcədə düzlük var, ikinci dərəcədə var, üçüncü dərəcədə düzlük var. Valideynin haqqıdır ki, bilməlidir ki, bu dərəcə hansı dərəcədədir və aldığı bir ayaqqabının sonra nəticəsini bir stiker alırlar. Belə deyim mən sizə, 30 manatlı stiker 200 manat, 300 manat alırlar. Amma bilmirlər ki, uşağının ayağının altında istiyə dərəcə hansı dərəcədir? Bu için ona uyğun yoxsa heç ona uyğun deyil. Ya valgus deformasiyası var ki, valgus deformasiyası belə deyil. Valgus deformasiyası budur. Məsələn, normal, gördüyünüz kimi normal vuruşdur bu, belə saxlayır. Bu isə valgus deformasiyasının dərəcələridir. Belə var, belə var, valgus topuq əyilir içəri. Buna topuq basımında deyirik, belə valgus deyilir. Yastı pəncəlik və valgus. Valgus deformasiyası üçün götürüb istik qoyurlar, istik doğru düzgün deyir. Mən bunu hesaba 27 yetişdirəm bu işdə. Yəni, ortopedik Azərbaycanda demək olar ki, biz gətirmişik. Müalicəvi ortopedikdən danışıram. Yəni, sıradan hər bir hansı bir ayaqqabının içində ortopedik yazılıb, bu şəkildə satılan bir ayaqqabılardan danışmıram. Müalicəvi ortopedikdən danışıram. Bu ayaqqabıların deformasiyası, valgus deformasiyasının birinci növbədə ayaqqabının arxa sərtliyinin düzgün şəkildə saxlamalıdır ki, topuq içəri ərdiyi zaman bu topuğu saxlasın. Və supinatorun yüksəyidir, tonus topuğu olmasıdır, önəmlidir. Yəni, istilik hər bir ayaqqabının içine qoyub, onu belə giyindirib, arxasını saxlamır, valideyn arxaya indi ki, bunu giyindir evdə, istər bunu giyinəcək, düzələcək. Elə bir şey yoxdur, elə bir nəticəni mən hələ qarşıma o qədər çıxmıyor ki, istiyika qoydum, bu qədər düzəldi. Və bundan daha çox bizə şikayətlər gəlib ki, istiyi almışıq, bu vəziyyətə düşüb, çox baha almışam, heç bir nəticə görmürük.
bəs gəlmişik sizi baxıb gəlmişik sizin yanınıza. Yəni biz bunları necə edirik? Biz bunları müayinə edirik, uşaqların ayağını kompüterdə yaddaşda saxlanılır. Hər 6 aydan bir təkrar müayinədən keçiririk bunları. Neçənci dərəcədə düzlük var, nə qədər vayqus var, nə qədər düzəlir, nəticə nədir? Buna baxılmalıdır və valideynin də bilgisi olmalıdır bunun haqqında. Yoxsa mən bu ayaqqabını alım, ya birisini alım, heç bir nəticəni bilmir ki, nəticə var ya yoxdur. Öncədən bilməlidirlər bunları. Yəni bunu alıb sata da bilərdiniz sadəcə. Yəni, alıb satmaq, bizsiz sağlıq, mənim düşüncəmlə sağlığa gələndə sağlıq birinci növbədə önəmlidir. Uşaq üçün daha çox önəmlidir və mal satmaq başqa bir şeydir. Bizim mağazalarımızda ümumiyyətlə ortopedik ayaqqabı da var, anatomik da var, komfort da var. Haberdo markasının məsəl üçün var ayaqqabıları çox keyfiyyətli və rahat və komfortludur. Amma müalicəvi olaraq biz onu müştərilərə vermirik. Müalicəvi ayaqqabı başqa şeydir. Yəni uşaqlara da satıb ondan aldadaraq pul qazanmaq yaxşı bir şey deyil. Yəni bu belə deyil. Halallıq var. Halallığından da biz müsəlman olaraq bir müsəlmanlıqsa, yəni onu aldadaraq ondan istifadə edəməməliyik. Yəni mən bunu ehtiyat, valideyn elə bir şeydir ki, hər kəs uşağına görə bu ayaqqabını buna 500 manata da desəm bəlkə alacaq. Çünki sağlığı üçün önəmlidir. Nə tək gedib istəyir ki, 30-40 manata istəyir ki, 200-300 manata, 400 manata olanlar var ki, bizim mağazaya gedib istəyir istifadə oluyor. 400 manatlığı yəni bunu mənə Allah verdilər, ayaqqabı alıb geyinir və nəticəsinin də gəldiyi şəkildə görürlər bizim mağazada. Biz bununla belə, biz sağlıq baxımına görə, uşaqlar üçün belə, valqusun davamını belə deyim sizə, valqus deformasiyasının bizdə daha özəl bir ayaqqabılar var ki, uşaqların iç basımına görə hansı dərəcədə valqus deformasiyası var, buna görə ayaqqabılar da hazırlanır ki, özəl Türkiyədə yerli bizdə yığılmış, yəni müştərilərimiz bizdən daha da gözəl bilir. Türkiyədə özəl olaraq hazırlanır, damar hissələri yığılır, hissələrin yığılmasıdır, valqusun deformasiyasına uyğun ayaqqabılar yığılır və uşaqların ayağına gəlir və biz onu, mən ümumiyyətlə valideynlər bir çoxsu bilər və baxdıqdan da çoxsu da görər ki, mən hər bir valideynin ağır dərəcədə, belə dərəcədə olan uşaqlara valideynlərinə deyirəm ki, mən bu ayaqqabını sizə verdiyim zaman da bəlkə doğru vermirəm və mənim verdiyim bir ayaqqabını ayağına geyindiririk uşağa, valideyni deyirəm ki, özünüz gözlərinizlə baxın. Necə duruşu var, hansı dərəcədə olmalıdır, effekti necədir, siz özünüz gözünüzlə baxın, özünüz qərar verin ki, daha doğru düzgün olmasını özəl qərar verirsiniz. Belə olmalıdır. Yaxşı, bəs ortopedik ayaqqabını seçərkən nələrə diqqət etməlidir valideynlər? Biraz öncə vurğuladınız ki, mağazada podoskopik aparat var. Bəs bu aparat valideynlər gəlib müayinədən keçərkən bu aparat ödənişli olurmu və ödənişli olursa nə qədər ödəniş etməlidirlər? Demək, biz bundan istifadə edəmirik. Biz o cihazdan ödənişli olaraq uşaqların ayağının doğru düzgün seçilməsi üçün, yəni ayaqlarının hansı dərəcədə, çox mən bu günə qədər minlərlə desəm azdır. Valideyn gəlir bizim yanımıza ki, uşaqların ayağında hansı dərəcədə nə olduğunu bilmirlər. Sadəcə gedib həkimə belə deyirlər, gəlib yaxınlaşıb, hansı valideynlər var ki, onları da özləri izlədiyi zaman baxa bilərlər ki, biz getdiyimiz zaman mən cavablayamam bir şeyə. Mağazada yoxlayıb, ayaq altı düzlüyü deyirlər valideynə ki, bu dərəcədə düzlük var, çoxdur problem ayağında, bu qədər həkimə getdim, bu qədər pul verdim, 3000, nə bilim, bu qədər valideynlər var, həkim gedib pul verirlər. Və gəliblər ki, yoxlamışam ayağındakı heç bir problem yox, deyirəm, valideyn durur belə baxır. Ola bilməz, deyirəm, baxın, özünüz baxın, gözünüzlə görün. Demək istədiyim nədir? Yəni bizim bu cihaz ödənişsizdir tam olaraq. İstənilən valideynlər alarkən də, almayarkən də kimsə uşaqlarını hər kəs gətirib mağazamızda müayinə edib uşaqların ayağına baxa bilərik. Yəni bu tam olaraq ödənişsizdir. Yəni, birinci növbədə yenə vurğulayıram ki, valideynlərin məlumatı olmalıdır ki, uşaqların ayağının altında hansı dərəcədə düzlük var, hansı dərəcədə əyrilik var, hansı dərəcədə təkrar ayaqqabı geyindikdən sonra nə qədər düzəlişi var, nə qədər də fərqləndiyini bilməlidir.